Öd daşlarını əritmək üçün baxın, idə unu çox gözəldir. Zaman keçdikcə sizdə olan, öddə olan daşı əridir. Bunun bir özəlliyi odur ki, bu öd qovucu fəaliyyəti göstərmir tam olaraq. Yəni öddə olan daşı kanala atar və pürüz tutub verər. Amma bu zaman keçdikcə orada elə bil öddə olan daşı yavaş-yavaş inşallah ki əridir. Zaman keçdikcə təbii ki, bunu uzun müddət istifadə etmək lazımdır və bunun tükənməz faydası var oynaqlara, uşaqlar üçün sümüyə, kalsium mənbəyidir bu. Həm də ən gözəl, belə deyim də, zəngin tərkibində kalsium var inşallah və öddə olan daşları zaman keçdikcə inşallah ki, əridir, yoxa çıxadır. Deyərəm ki, bu müasir tibbdə bu öddə olan daşları əritmək üçün müalicə yoxdur. Çox təəssüf olsun, çox çətin məsələdir. Amma bu möcüzəvi bir həqiqətən də belə deyim də bitkinin üyüdülmüşüdür inşallah.